İnsan bəzən ibadətsiz, fövqəladə hisslər axtarır. Çünki məsuliyyətsiz mənəviyyat nəfsə daha rahat gəlir. Əllamə Qazi deyirdi ki, şəriətsiz irfan çox vaxt nəfsin bəzənmiş halıdır. İnsan enerji və ruhani hisslər haqqında danışmaq istəyir. Amma namazın intizamı, nəfsin tərbiyəsi və halal-haram sərhəddi gələndə daxilən sıxılır. Çünki ibadət nəfsin sərbəst hakimiyyətini məhdudlaşdırır. Ayətullah Behçət ağa deyirdi ki, insanın Allahı sevdiyini deməsi asandır. Amma Allahın əmrinə itaət etməsi sevgisinin həqiqətini göstərir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, bəzi insanlar dinin məsuliyyət tərəfini ağır gördüyü üçün onun yerinə hissiyyat əsaslı bir mənəviyyat qururlar. Amma bu zaman insan artıq Allahı yox, öz daxilində qurduğu rahatlıq hissini ibadət etməyə başlayır. Ümumiyyətlə, insan həm sonsuzluğu istəyir, həm də nəfsindən vaz keçmək istəmir. Halbuki Quranda və irfanda Allaha yaxınlıq fəna ilə, yəni insanın öz egosunun mərkəzdən çəkilməsi ilə izah edilir. Namaz da bunun ən böyük nümunəsidir. Əgər bir mənəviyyat insanı yalnız rahatlaşdırır, amma dəyişdirmirsə, ariflər bunu təhlükə adlandırırlar. Quranda qəlblər yalnız Allahın zikri ilə aramlıq tapar buyurulanda, ariflər deyirdilər ki, burada söhbət müvəqqəti emosional sakitlikdən getmir. Çünki insan xəyal və müxtəlif hisslərlə də rahatlıq tapa bilər. Amma onlar keçəndə daxildəki boşluq yenə qalır. İrfanda qeyd olunur ki, əsl rahatlıq insanın Allahla ziddiyyətdə yaşamamasıdır. Ayətullah Cavad Amuli yazırdı ki, insan Allahı unudanda azad olduğunu zənn edir. Amma əslində nəfsinin və dünyanın əsarətinə girir. Ariflər üçün mən Allahı sevirəm, amma ibadətə ehtiyac görmürəm cümləsi natamam görünür. Çünki sevgi insanı yaxınlaşdırırsa, yaxınlıq itaət doğurmalıdır. İnsan həqiqətən birini sevəndə onun istəyinə qarşı tam laqeyd qala bilmir. Ona görə də insanın Allah mərhəmətlidir deməsi başqa şeydir, insanın Allahın mərhəmətini öz nəfsinə sipər etməsi başqa şey. Əgər insan səmimi şəkildə zəifdirsə, tövbə edir və mübarizə aparırsa, bu başqa haldır. Lakin insan onsuz da Allah bağışlayar deyib bilə-bilə məsuliyyəti tərk edirsə, bu artıq nəfsin hiləsidir. Ayətullah Behçət ağa izah edirdi ki, kim Allaha yaxınlaşmaq istəyirsə, bildiyi vaciblərə əməl etmədən yol açıla bilməz. Yəni, insan bilmədiyi sirlərin açılmasını istəyir, amma bildiyi əmrlərə belə əməl etmir. İrfanda buna nəfsin seçmə itaəti deyirlər. Yəni, insan xoşuna gələn hissəni qəbul edir, ağır gələn hissəni isə mənə uyğun deyil deyib kənara qoyur. Quranda açıq şəkildə, əgər Allahı sevirsinizsə, Peyğəmbərə tabe olun buyurulur. Lakin nəfsimiz elə işləyir ki, ağır gələn hökmü məzhəb fərqidir, qarışıq zamandır, yaxud da Allah bilir deyib yumşaldırıq. İnsan namazın bütün sirrini anlamaya bilər. Amma Allah namaz qılın deyibsə, əvvəl təslimiyyət göstərməlidir. Allah insanı çatdığı həqiqətə və niyyətinə görə mühakimə edir. Şəhid Mürtəza Mütəhərri bu barədə yazırdı ki, Allahın ədaləti insanların imkan və anlayış fərqini nəzərə almadan hökm verməz. Yəni, bir insan həqiqəti səmimi şəkildə axtarıb, amma qarışıq mühitdə böyüyübsə, onun hökmü ilə həqiqəti bilərək inkar edən eyni deyil. Quranda namazı tərk etməklə bağlı buyurulur. Cənnət əhli günahkarlardan soruşar, sizi cəhənnəmə nə saldı? Onlar deyərlər, biz namaz qılanlardan deyildik. Əllamə Təbətəbai Əl-Meyzan təfsirində qeyd edirdi ki, ayədə yalnız bir əməli etməməkdən danışılmır. Yəni, namazın tərk olunması insanın yavaş-yavaş ilahi istiqamətdən qopmasını göstərir. Çünki Quranda namaz zikr və Allahı unutmamaq kimi təqdim olunur. Quranda namaz qılmırdıq demələri təkcə texniki hökm deyil. Ayənin davamında onlar yoxsula kömək etmədiklərini, batilə qoşulduqlarını da deyirlər. Yəni, namazın tərk olunması ruhun ümumi istiqamətinin dağılmasının əlaməti kimi verilir. Ayətullah Behçət ağa yazırdı ki, Allahın istədiyi namaz insanı dəyişdirən namazdır. Bu o demək deyil ki, namaz lazım deyil. Əksinə, namaz insanın ruhunu Allah istiqamətində saxlamaq üçün əsas sütun sayılır. Əllamə Təbətəbai yazırdı ki, Allah heç kəsə çatmadığı həqiqətə görə zülm etməz. Çünki Quranda buyurulur, Allah heç kəsi gücündən artıq yükləməz. Ayətullah Behçət ağa deyirdi ki, insan bilmədiyi şeylərdən əvvəl bildiklərinə cavab verəcək. İnsan bəhanə gətirir ki, namazın bütün detallarında qarışıqlıq var. Ariflər isə cavabında deyir ki, bəs sən Allah qarşısında dayanmaq prinsipini niyə tam tərk etdin?